budur ki, uzaqdan uşaqları doğum evlərini vurmaqla. Öz Belgorod'u, Belgorod. İşıqsız, susuz qalıb, heç köməyinə çata bilmir. Oradakıların da səsi çıxmır. Qalıblar, ölüm halındadılar. Belgorod'un meri görün nə danışır. Bax, bu Belgorod'un meridir. Доброе утро, дорогие друзья. Ровно 4 года назад началась специальная военная операция. Тяжелейшие испытания выпали на долю жителей Белгородской области, на долю всей Белгородчины. Минометные, ракетные обстрелы, массированные атаки дронов, самое страшное. Горе в семье, невосполнимые потери, ничем не восполнимые утраты. Ракетные обстрелы, дроны, бомбежки, холод, темнота, нет света, нет горячей воды. Губернатор Гладков понял, что такое война. Губернаторы других регионов пока еще не понимают. Постоянные переживания. Сейчас мы точно изменились. И эта дата 4 года назад, она точно стала той датой в жизни каждого из нас до и после. Но уверен, что мы стали сильнее, мы уверенно идем к победе и за ценой не постоим. Вроде понял, но что именно понял, не понял. Да не поймет он никогда. Да посмотрите на его лицо, на его глаза. Что он может понять? Это же Швондер. Да, это даже Шариков. Куда ему до понимания? Он видимо, Каутского и Энгельса, переписку Каутского с Энгельсом прочитал. Но ничего не понял. Он же Шариков, куда ему до Kautskого? Yani ağlayır. Bilmem harası ağrıyır yağın. Belki de nəsə pis hərəkət eləyib özündən asılı döyürüb belə. Bu Belgorod'un bir ölümdür, işıq yoxdur, su yoxdur, bizə nə gün nə bizi. Amma biz dözəcəyik. Nəyə dözəcəksən? Kimə dözəcəksən? Ondan da pis hala düşəcəksən. Və bu ağlamaq gerçək Belgorod'un meri tərəfindən baş verir. Görün indi orada oranın əhalisi nə haldadır. Düzülür Ukraynalı. Sən vurursan məni bu Rusiya elə bilirdi ki o vuracaq. Amma nə danışırsınız? Ukrayna nə karədir ki Belgorodu işıqsız qoyaq, buranın bütün bu atom elektrik stansiyasını, nə bilim, başqa elektrik stansiyalarını vursun, dağıtsın burada, bilməm, istilik vursun. Ukrayna İçəri Udmurtiyanı 1700 kilometr, Rabah Rusunun ağlına gələr ki 1700 kilometr, NATO 100% bilirdi ki vurmayacaq. NATO'nun ürəyi var ki getsin Rusiyanın oradakı hansı raket istehsallayan zavodunu vursun. Amma ağlına gəlməz ki Ukrayna 1700 kilometrdən gəlib onu vuracaq. Vurur. Bəs nə bilmişdin sən? Все идет по плану. Вот с этим лицом как? Все по плану, все по графику. Нормально. Точно по графику все. А, Гладков? Может, ты у Пукина спросишь? Точно по графику? Или что-то не то? А что с лицом? А? Что ж такой тембр у тебя? Что ж, непонятно. Какой-то грустный ты, Гладков. По Белгороду бьют, да? А по Харькову, когда бьешь, детей убиваешь, женщин убиваешь. А? Крепчаешь? Ну, крепчай. Посмотрим. Baxın, bu İndi bəzi, yəni də təkrar edirəm, orada deyilənləri təkrar edən burada taxta başlar. Deyəcəklər ki, yox, Ukrayna xalqını qorxuzacaq, vuracaq Ukrayna. Putin bilir, Putin bilsən nədir? Bilir, vuracaq, axırda qorxacaqlar. Gəlib özləri Kiyev verəcəklər. Məsələn, ay sən öləsən, düdük. İndi baxın görək, bu metod var, Ukraynanı vurmaq, mülki insanları öldürmək. Görün bu metodu necə qiymətləndirir Kalaşnikov. Kalaşnikov imperialistdir və Rus imperialistidir. Rusiyanın əslində bu müharibənin başlanmasının sevinənlərdən biridir, əsasıdır. Özü də hərbiçidir. Kamran əsərini qiymətləndirmir Putinin bu axmaq hərəkətlərini, yəni oradakı mülki insanları öldürməyi. Bunu Kalaşnikov qiymətləndirir, imperialist. Görün nə deyir Kalaşnikov. Здравствуйте, друзья. Сегодня ровно 4 года, как берут Киев за 3 дня. По плану. Уважаемые товарищи, хочу сказать, что специальная военная операция идет в строгом соответствии с графиком.
по плану. Киев Ну, как понятно. таковой мы победили в первую неделю. Мы его, напомню, ну просто в Гостомеле уже были, везде были, взяли Были, да, фактически, везде да? Фактически. Фактически за щеку. Устойчивость Калашников, ВСУ бах. не страдает, пожалуйста. Дроны они как выпускали, как выпускают, и выпускают, потому что для дронов нужны дизель-генераторы для сборки их. Вот, прекращение работы энергосистемы не сказывается. И пусть даже сейчас атомные станции Украины не могут выдавать мощность, производство-то не встало, и порты работают, они не заминированы. То есть в чем смысл таких ударов? Нам СВО войдет, так сказать, в учебники военного искусства. Да, она войдет. Как не надо делать. Ну вот сейчас я слышу голоса, соответственно, глупцов. Ах, мерзнет Белгород, давайте сильнее ударим по Одессе, по Харькову, Киев пусть они мерзнут. Так, ну вот мне хочется спросить, вы, дубиноголовые, а вы на кого работаете? Вот такие удары на кого будет работать? Ну, чем больше, так сказать, мы бьем в ответ на вымораживание городов, мы бьем по Белгороду, вызываем ответный удар. И что получается? Массы простого народа на Украине, они наоборот, они не идут свергать, так сказать, эту власть. Наоборот, их ненависть канализируется на Российскую Федерацию. Вот до этого вы додуматься не можете? Bu Kalaşnikov'dur. Kalaşnikov. Deyir ki, bütün müəssisələr işləyir, limanlar işləyir. Siz o 5-6 binanı vurmaqla nəyə nail olur? Heç nəyə nail olmayacaqsınız. Özlərinin verdiyi qiymətdir. Heç nəyə nail olmayacaqlar. Ukrayna xalqı zəfər və qalibiyyət görəcək. Bu 100% belədir. Amma taxtabaşlar təbii ki, çalışarlar desinlər ki, o xeyri olacaq Putinə vurmaq. Bu Kalaşnikov deyir. Kamran səni demir, özləri deyirlər. Və bu sözləri biz 5 il bundan əvvəl demişik. Amma indi özləri deyirlər. Anlamağa başlayıblar. Ki, Qafqaz da gedib artıq. Və Qafqaz gedibsə, baxın, təkrar edirəm, mən dünən Azərbaycan televiziyalarının birində qonaq idim. Və orada qonaqlardan biri də əməlli başlı bunların tərəfini saxlayırdı. Əməlli başlı. Əziz dostlar, qardaşlar, həmkarlar, belə adamları qonaq çağırmayın. Başa düşün də, özünüz başa düşün. Niyə çağırırsınız onları? Nə üçün? O çalışırdı ki, inandırsın ki, Putin NATO girib, yəni Ukrayna oraya girib də, belə şey, yəni mən deyirəm, Allah biz də NATO-nu, Azərbaycana girəcəksə, Azərbaycanla vuruşmaz edir. Yox, o demək deyir ki, yəni biz elə o NATO-ya girmək deyir, biz deyirik ki, NATO standartlarına uyğun görə. Deyirəm, bizə hücuma keçmək istəmir Putin. Yox, deyir, Ukrayna, o, bu da Putin istəyin deyir, bunların istədiklərini deyir. Amma Azərbaycan xalqı anlayır. Artıq anlayır ki, siyasətçilərimiz təbii ki, onlar hər şey hamıdan yaxşı anlayırlar və düz yolla da gedirik. Siyasi vektorumuz olduqca uğurludur. Yəni bizim elə birinci dövlət başımıza tutmuş, o siyasi korpusda olanlar, diplomatlarımız. Hər şey Türk dünyasına və bizim gələcəyimiz üçündür. Evladlarımızın gələcəyi üçündür. Amma bunlar indi Ukraynada ilişiblər. Nə istəyirlər bunlar Qafqazda? Baxın, görün nə istəyirlər, nə danışırlar, necə müzakirələr, Qafqazda nə istəyirlər? Baxın, qulaq asın. Сложная позиция на Закавказье. Нам нужно все-таки что-то с Арменией предпринимать, помогать пророссийским политическим силам Армении занимать доминирующую позицию. Смотри. Очевидно, что Пашинян завтра никуда не уйдет. Ты знаешь, что, и это будет открытием для многих, Пашиняна многие на самом деле в Армении поддерживают. Görürsünüz? Deyir ki, Paşinyan içine getməyəcək, Paşinyan istefa verən deyil, artıq başlayıblar anlamağa. Çünki Paşinyan arxasında artıq o oranın xalqı deyərəm. Bunlar biz onları qalib gələndən sonra başa düşüblər ki, bu aranı qatan Rusiyadır. Rusiya olmasa Ermənistan bizim yanımıza normal oturacaq, biz dediyimizi deyəcək onsuz da. Biz nə deyirik ki, biz heç kim öldürmürük, bizim dövrü oturub orada. Necə indi Paşinyan biz dediyimizi deyir və orada oturacaq da, yerində oturacaq. Onlar hamısını başa düşüblər ermənilər. Və bunlar da anlayırlar ki, ermənilər daha heç bunların adamlarına, amma deyir ki, orada bizim Rusiya tərəfdə olan adamları qızışdırmaq lazımdır. Onları o təkcə Ermənistana aid deyil, o burada aiddir. Hər ikisinə eyni siyasətdir. Burada da Rusiya tərəfdə olanlar kimdir? Həmən taxtabaşlardır. Ona görə televiziya həmkarlarına deyirəm ki, onları çağırmayın efirə. Efirə çağırmayın. Mən Rusiyanı sevmirəm, amma sözü dedisə o adamları çağırmayın efirə. 100% Rusiyanın adamıdır o. 100%. Aması ilə.
Və bu da deyir ki, burada yəni taxtabaşları qaldırmaq lazımdır. Onları bax mühafizə etmək lazımdır. Ermənistanda da, burada da Rusiyanın bu iki ölkənin içində gücü əsasən Ermənistanda. Burada biz varıq və biz Turançılıq, Türkçülük təbii ki daha böyük insan belə ordusunun ideoloji cəhətdən möhkəmləndirib və birləşdirib. Amma Ermənistanda hələ də o keşişlər, hələ də onların oradakı o taxtabaşları Rusiya o deyir, onu açıq deyirlər, onları qızışdırmaq lazım. Yəni demir də silahlandırma, amma hələ də sabahda silahlandıracaq. Bəlkə də silahlandırır elə. Ona görə burada bunların məhv etmək lazımdır. Mənəvi məhv etmək lazımdır. Başlarını isə fiziki həbs etmək lazımdır. Kim Rusiya dedisə, kim Rusiyanın tərəfindədirsə, o düşməndir. Təkcə taxtabaş deyil, düşməndir.